Verilən ifadənin qiymətini hesablayın. İlk öncə ifadədə 162 də, 242 də irrasional ədədlərdir. Onları elə iki ədədin hasili şəklində yazaq ki, onlardan birindən kök ala bilək. Yəni 162-ni 2 vur 81 şəklində yazmaq olar. Kök altda 81-dən kök ala bilərik. Üstə gəlinsin 242-ni 2 vur 121 kimi yazmaq olar. 121-dən kök ala bilərik. Üstə gəlinsin 15. Məxrəcdə də var. 3 üstə gəl 4 kök altda 2 bərabərdir. Sürətdəki ifadəyə baxaq. 81-dən kökdən 9 çıxır, kök altda 2 olduğu kimi qalır. Üstə gəlinsin 121-dən 11 çıxır, kök altda 2 qalır. Üstə gəlinsin 15 və 3 üstə gəl 4 kök altda 2 bərabərdir. 9 ilə 11-i toplasaq 20 kök altında 2, üstə gəl 15. Məxrəcdə də 3 üstə gəlinsin 4 kök altda 2. Sürətdəki ifadədən 5-i ortaq vuruq olaraq çıxarsaq, 4 kök altda 2, üstə gəl 3. Məxrəcdə də həmin ifadə var. 4 üstə gəlinsin. Daha doğrusu 4 kök altda 2 üstə gəlinsin 3 şəklində yaza bilərik məxrəcdəki ifadəni. Çünki toplananların yerini dəyişdikdə cəm dəyişmir. 4 kök altda 2 bərabərdir. İfadələrimiz ixtisar gedər. Cavab olar 5.